Azərbaycanın içində hələ də iki ağac var ki, heç kim onları kəsməyə cəsarət eləmir. Deyirlər, bu ağaclar iki aşiqin xakistarından bitib. Aslı və Kərəm. Kərəm bir hakimin oğlu idi və bir gün bir Məsihi qızı olan Aslıya aşiq oldu. Qadağan olunmuş eşq. Hətta din və səlahiyyət divarları da bu eşqi dayandıra bilmədi. Amma Aslının atası bunu biləndə gecə qızını şəhərdən aparıb gizlətdi. Kərəm sazını götürüb yola düşdü. Təbrizdən Naxçıvana, dağlardan düzlüyə qədər. Hər harada sazının səsi yayılınca xalq deyirdi, bir aşiq öz eşqinin kölgəsini axtarır. İllər keçdi, nəhayət yenə görüşdülər. Amma o gecə gəlinin paltarında bir ləhə var idi. O da onların eşqini alovlara çevirdi. Alov Kərəmin ağzından çıxdı və Aslı dərhal o alova özünü verdi. Yalnız xakistar qaldı və iki ağac ki, hələ də budaqları bir-birinə qarışıb. Bura Azərbaycanın sirləri və möcüzələri dünyasıdır. Bu səhifəni təqib elə.